Salam dəyərli izləyicilərimiz, hər birinizi xoş gördük. Mən Mirzəyeva Cünlar, Fes Akademi Tarix üzrə təlimçi. Bəli, qəbul imtahanına son 3 gün. Bu son günləri dəyərləndirməyin ən yaxşı yolu qəbul tipli testlər yazmaqdır. 30 sualdan ibarət 22 qapalı, 5 açıq, 3 situasiya, yəni qəbul tipli 30 sual izahını sizlərə təqdim edəcəm. Diqqətlə izləyin, qeydlərinizi almağı unutmayın. Oxşar suallarla bazar gündə rastlaşa bilərsiniz. Monqol işğalı dövründə tətbiq edilən vergilərdən biri də qopçurdur. Bəli, ilk Monqol işğalı dövründə köçəri maldarlardan alınır, daha sonra isə oturaq əhalinin ödədiyi can vergisinə çevrilir. Qazan xanın din islahatından sonra bu vergi tədricən aradan qalxır və deyir ki, verilənlərə əsasən Qazan xan, baxın, din islahatı yerli oturaq əhalini öz tərəfinə çəkməyə çalışır. İslam dinini Hülakülər dövlətinin dininə çevirir. 1-3 A variantı. Davam edirik. ABŞ Konqresinin Azadlığı Müdafiə Aktına 907-ci düzəliş görürük. Buna görə Azərbaycana hər cür hərbi yardım edilməsinə qadağalar qoyulur, məhdudiyyətlər qoyulur. Çünki hakimiyyətdə AXC Müsavat Birliyidir. Onların yeritdiyi yaratma siyasət bizim beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınmamız səbəb olur və belə bir fərmanı verirlər. Lakin Heydər Əliyevin dövründə bu aradan qaldırılır düzgün yeridilən siyasət nəticəsində, daha doğrusu. Qəznəli dövlət ərəb xilafəti oxşar cəhət. Hər iki dövlətin Hindistana hərbi yürüşü var və hər iki dövlət Səlcuqlara qarşı mübarizə aparıb. 2-4 Y variantı düzgün olacaq. Yəni Sasani Bizans Qəznəli dövlətinə aid deyil. Göstərilənlər aiddir. Baxaq. Şirvan hökmdarı Şahrux Təbrizdə edam edilir. Şirvanşahlar dövlətinin varlığına son qoyulur və Əlqas Mirzə Şirvan bəylərbəyi təyin edilir. Göstərilənlər hansı hadisənin nəticəsidir? Bəli, Təhmasibin Şirvana yürüşü. Şirvanşahlar dövləti Şirvan bəylərbəyi ilə əvəz edilir. 35. 10-cu əsrin əvvəllərində xəlifə Azərbaycana qoşun göndərir. Çünki Yusif Sac 917 xəracdan imtina edir. Özünün müstəqil siyasət yeritdiyini sərgiləyir. Bu da xilafətin hücum etməsi səbəb olur. Və Yusif az sayda qoşunla özündən qat-qat artıq olan ərəb qoşununu məğlub edir. Bunu da qeyd edim. 36. Göstərilənlərin aid olduğu dövlətləri müəyyən edin. Xəritə sualıdır. Antanta ittifaqına üzv olub. 1907. Osmanlı dövlətinin bölüşdürülməsi Sevr müqaviləsi. Streza konfransı 1935. Asiyanın ərazi bütövlüyü təminat altına alınır. Yəni bunların iştirak elədiyi dövlətlər hansılardır? İngiltərə, burada Fransanı görürsünüz, bir də İtaliya. Deməli 1-3-5, baxaq, Y variantı. Yadda saxlayın, Antanta 1907, Rusiya, İngiltərə, Fransa tərəfindən yaradılıb. Osmanlı dövləti 1920-də Yunanistan, İtaliya, İngiltərə, Fransa tərəfindən bölüşdürülür. Streza konfransı İngiltərə, Fransa və İtaliya iştirak edir. Asiyanın ərazi bütövlüyünü təminat altına alırlar. Müxtəlif formada xəritə kimi düşə bilər məhz buradakı məlumatlar. 37. Qaraqoyunlu bəyliyindən fərqli olaraq, bəli, Ağqoyunlu bəyliyi neynir? Osmanlı Bəyazitlə müharibə aparır, mübarizə aparır. Halbuki Qaraqoyunlu bəyliyi İldırım Bəyazitdə yaxın idi. Ağqoyunlu bəyliyi isə Teymurilərlə müttəfiq əlaqəsi saxlayır Qaraqoyunlu və Osmanlıya qarşı. Yəni bu məsələni yadda saxlamaq lazımdır. 38. Məntiqi ardıcıllığı tamamlayın. Baxaq. 1920 noyabrda Azərbaycan Ali Partiya rəhbərliyi qərar qəbul edir. Sovet Azərbaycanı və Ermənistan arasında heç bir sərhədin olmadığı vurğulanır və Zəngəzurun bir hissəsi Ermənistana verilir, ərazi bütövlüyümüzə qəsd. 39. Bağdad Gəncə müqaviləsini görürsünüz. Səfəvi sevən abituriyentlər buradasınızmı? 1733 Bağdad, 1735 Gəncə. Xarici dövlətlərin yürüşlərinə son qoymaq amacı ilə bağlanılıb. D variantı. Yəni əksini tapır ki, Azərbaycan tərk etsinlər. Məsələn, Bağdadda Osmanlı, Gəncədə Ruslar. 40. 17-ci əsrin 60-cı illərində Moskva çarı İsfahana niyə elçilər göndərir?
Belə bir məlumat verim sizə. 1653-1662-ci illərdə Səfəvi Rusiya münaqişəsi var. Səbəb nədir münaqişənin səbəbi? Romanovlar sülaləsi Rusiyanı idarə edən sülalədən söhbət gedir. Şimali Qafqazda möhkəmlənmək üçün qalalar tikir. Yəni can atır ki, Qafqazın içərilərinə doğru irəliləsin. Bu da Şah 2. Abbas tərəfindən fərman verilir ki, Səfəvi hökmdarı həmən qalalar dağıdılsın. Şirvan bəylərbəyi Xosrova bu haqda fərman göndərir. Və 1653-cü ildə diqqətlə qulaq asın, silahlı toqquşmalar baş verir. Moskva çarı Aleksey Mixayloviçdir. Vadar olur ki, Səfəvilərlə danışıqlar aparsın. Niyə? Çünki kifayət qədər hərbi gücü olmadığına görə. Çəkinir Səfəvilərlə hərbi münaqişədən. İqtisadi maraqlarına müharibə uyğun olmadığına görə İsfahana Rus elçiləri göndərilir. 1662-də münaqişə dinc yolla həll edilir. 1653-1662. Deməli, burada Səfəvi dövləti ilə baş vermiş münaqişəni dinc yolla həll etmək bir variantını götürəcəksiniz. 41-ə baxaq. 1920 AXC-də yaranmış hökumət böhranının səbəbləri. Azərbaycan Xalq Cümhuriyyəti haqqında bir test. Niyə 5-ci böhran 5-ci hökumət kabinetində böhran var və 6-cı kabinetdə yaradıla bilmir? Belə izah edeyim də, Azərbaycan Xalq Cümhuriyyətinin pozuculuk fəaliyyəti aparan siyasi qüvvələrə qarşı sərt tədbirləri var. Sosialistlər bundan narazıdır. 1920 martın 30-da istefa verirlər və Nəsib bəy Yusifbəylinin də 5-ci hökumət kabineti istefaya gedir bu səbəbdən. Hökumət böhranına səbəb olur və yeni 6-cı hökumətin təşkil edilməsi Məmməd Həsən Hacınskiyə tapşırılır. Sosialistlərin və Müsavat Partiyasının bir hissəsi 6-cı hökumət kabinetinə daxil olmaqdan imtina edir. Bundan sonra Hacınski kommunistlərin hökumətdə təmsil olunmasını təklif edir. Lakin bu zaman silahlı üsyana hazırlaşan kommunistlər bu təklifi rədd edirlər. Belə, hökumət kabineti daha da dərinləşir. Deməli, sosialistlərin istefası, kommunistlərin də imtina etmələri 1 və 4. Situasiya sual kimi diqqətli olun, qeydlərinizi alın, düşə bilər. Qədim Romada Respublika dövrünün əvvəllərində plebey patrisi mübarizəsi zamanı plebeylərin mübarizə forması hansıdır? Təbii ki, ordudan xidmətdən imtina etmələri. Bu zaman bilirsiniz də, Respublika işğalçı müharibələri başlayır və ordunun lazımlı dövründə plebeylər deyirlər ki, biz ordudan imtina edirik. Ona görə də patrisilər plebeylərə bəzi güzəştlər verir. Məsələn, eradan əvvəl 5-ci əsrdə xalq tribunu seçmək, eradan əvvəl 3-cü əsrin əvvəllərində hər kəs qanun qarşısında bərabərdir. Eradan əvvəl 3-cü əsrin ortalarında isə vətəndaşlıq alırlar plebeylər. 43. 14-cü əsrin 70-ci illərində Ağqoyunlu Osmanlı müharibələrinin nəticəsi bəli Mehmetin Azərbaycanı ələ keçirmək planı iflasa uğradı. Uzun Həsənin ölkəsində möhkəmlənə bilmir. Məsələn, bu illərdə baş verən feodal qiyamlarını görürsünüz. Uyğunluğu müəyyən edin. Qarabağın hava qapısı adlanır. Beynəlxalq hava limanı harda yerləşir? Füzulidə. Böyük İpək yolunun mənzil qərargahı harda yerləşir? Bakıda. Məcburi köçkünlər Ağıllı kənd kimi qurulmuş, Ağalı kəndə qaytarılırlar. Söhbət gedir Laçın, bir dəqiqə, Zəngilan, üzr istəyirəm. Güləbird su elektrik stansiyası Laçın, Xarı Bülbül Beynəlxalq Festival Şuşa. Deməli, düzəldim şu hərfini. Baxaq, yəqin ki, xəritə sualıdır. Bəli. 3 Laçın, 1 Şuşa və 2 də Bakı. Verilənlərdən yaxınlaşdırın. Qarabağın hava limanı Füzuli burada göstərilməyib. Böyük İpək yolu, mənzil qərargah Bakı. 2-yə bunu yazdıq. Məcburi köçkünlər üçün Zəngilan da xəritədə verilməyib. Güləbird, Laçın 3-ə götürürük. Deyini. Xarı Bülbül Festivalı da 1 Şuşa. Variantı. Deməli, baxın. 1-ə Y, 2-yə B, 3-ə də D.
YBD C variantı. 3 Laçındır, 1 Şuşadır, 2 də Qarabağ. 45. Verilənlər arasında hansı konfransa aid məlumat yoxdur? Çinin müstəqilliyi, ərazi bütövlüyü tanınır. Washington konferansında. Sovet Rusiyası Almaniya iqtisadi blokadadan çıxır. Genuya Rapallo. Sudet vilayətinin Almaniyaya verilməsini nəzərdə tutan saziş imzalanır. Qaradəniz boğazları məsələsinə dair çağırılmışdı Montre konferansı. Lokarnada da Almaniya iqtisadi blokadadan çıxır. Münhen konferansına aid hər hansı bir şey yoxdur. 1938-də keçirilir. Avstriya, Almaniya güzəştəcədilir, burada yoxdur. 46. Ana xaqanlığı dövrü üçün xarakterikdir. Ana xaqanlığı. Saxsı qablar hazırlanması, neolit. 47. Şəki Şamaxı, Qarabağ. Xanlıqlar sevən abituriyentlər, buradasınızmı? 1 Şəki, 2 Şamaxı, 3 oxşar cəhət, 4 də Qarabağ. 1, 2, 3, 4. Sərkarlar sülaləsi tərəfindən idarə edilir. Söhbət Şamaxıdan gedir. 2-yə A-nı yazdıq. Bu, Salarilər dövləti ilə oxşar cəhətdir. Bayat savaşında qalib gələn kimdir? Qarabağ. 4-ə yazdıq. B-ni. Həm də C-ni. Qazax Şəmişəddil Borçalı mahallarını şəkə azad edib D-ni yazaq. Qubayla mübarizə aparıb həm Şəki, həm Şamaxı, həm də Qarabağ 3-ə Y. Deməli, D, A, Y, B, S. Burada variantda biraz problem var. D, A, Y, B, S. Y, B, S. Bu qədər. Y variantını götürəcəksiniz. 48. Uyğunluq gözlənmişdir. Korsika adasının tutulmasında Fransaya yaxından köməklik göstərib. Müqəddəs Roma deyil, Osmanlıdır. 1535 kapitulyasiyasına yaxınlaşıblar. Şimal müharibəsində əsası dönüş yaradır Poltava. Babur Şahın dövründə ləğv edilmişdir cizyə. Osmanlı dövlətinin dağılmasının başlanğıcı hesab edilir. Qaynarca uyğunluq gözlənmişdir tapmalıyıq. Və 17-ci əsrdə İngiltərə İspaniyaya yaxınlaşır. Nicah diplomatiyasından sonra bəli. 1 yanlışdır. Burada həm də qaynarca yanlışdır. Çünki dağılması yazısıdır. 2, 3, 5. Şimal müharibənin gedişində əsası dönüş yaradır Poltava. 3. Babur Şahın dövründə cizyə ləğv edilir. Və 5. Nicah diplomatiyası ilə İngiltərə İspaniyaya yaxınlaşır. 2, 3, 5. Düzgün variant B olacaq. 49. 19-cu əsrin sonunda Bakı şəhərində hərbi vəziyyətin elan olunması nəticəsində Ağqvardiyaçı General Denikin ordusu Qafqaza doğru irəliləyir. İlk dəfə qadınlar qiyamı baş verir. Bakı Soveti Türk müsəlman əhaliyə qarşı soyqırma. Deməli, tütün fabrikində fəhlələrin ilk mütəşəkkil tətil 1895 Bakı şəhərində hərbi vəziyyətin elan olunması ilə nəticələnir 1895. Küləkçay müqaviləsi daha gec baş verən istəyir 1805. Cavanbulaq 1827. Ərdəbil Meşkin 1600 deməli 1700. Ərdəbil Meşkin 84. Gəncədə 2 hakimiyyətli son qoyulması 1780-83. Lənkəran Rusiya tərəfindən işğal 13. Daha gec baş vermişdir. B variantı. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Baxaq. Taypinlər hərəkatı, prezident idarə üsulu xeyir. Krım müharibəsində məğlub olması dekabristlər xeyir. Bonapartın Avropada bəli, Luiziyana abşa satılır. Çünki Fransa Luiziyananı aldığına görə onsuz ABŞ-la arası dəymişdi. Çünki ABŞ qüvvətlənməkdə onu Fransanı istəmirdi. Lakin Napoleon apardığı müharibələrdə
xərcə düşür, vəsaitə ehtiyac duyur və Luiziyananı abşa satır. Düzdür. 52. Rəş müqaviləsinə aid deyil. 1732 bağlayıb Rusla Səfəvi. Kürdən cənubda olan Xəzər sahili torpaqlar Səfəvi dövlətinə qaytarılır. Gömülsüz ticarət hüququ Osmanlı buraxılmayacaqdır. Rus tacirləri vermədən Rusiya hökuməti Nadir Şahın yox, Nadir bu dövrdə xandır. Yəni şah dövrü deyil. Şah dövrü 1736 Muğan qurultayından sonra olacaq. 53. Yadelli dövlətlərə qarşı ABŞ və Səfəvi yandırılmış torpaq taktikası 1. Daha sonra hansı variantı götürməliyik? Həm də ki, Avropa dövlətləri ilə diplomati əlaqələrin saxlanması həm ABŞ, həm Səfəvi dövləti üçün oxşar cəhətdir. 54. Deməli, xranjarcılıq, Krezi döyüşü 1346, 100 illik müharibə İngiltərə Fransa arasında. 30 illik müharibə 1618-1648. Aragon Kastiliya 1479 İspaniya yaranır. 1346 başlanması 1618 belə 1 3 2 xranjı ardıcıllıq. 55. Xəritədə işarələnmiş xanlıqlara aid oxşar xüsusiyyət. Söhbət hansı xanlıqlardan gedir? Gəncə və Naxçıvan. İki hakimiyyətliyi mövcud olması xeyir. Qarabağ xanlığından asılı vəziyyətdə düzdür. Şəki xanlığına qarşı ittifaqa daxil olublar. Qacar sülaləsi xeyir. Deməli, hər iki, həm Gəncə, həm Naxçıvan Qarabağ xanlığından asılılığı qəbul ediblər. Həm də Şəki xanlığına qarşı Qızılqaya xəyanətində iştirak ediblər. Ortaq cəhətdir. 2 və 3. 56. Batı xanın yürüşləri üçün Səciyyevidir. Kiyevin ələ keçirilməsi, bir də Polşa-Alman Legnitz döyüşündə. 1235 Qaraqorum qurultayından sonra baş verən hadisələrdir. 57. Hərbi kommunizm 21 Azər hərəkatı Milli Azərbaycan qərargahı. Çox gözəl, maraqlı bir sual. Diqqətlə izləyin. Bakı-Batum neft kəmərinin bərpası başa çatdırıldı. Azərbaycan İnqilab Komitəsi tərəfindən taxıl ticarətin dövlət insarına alınması haqqında dekret. Bilirsiniz ki, bu dekretin qəbul edilməsi ilə taxıl ticarətinin dövlətin insarına alınması ilə hərbi kommunizmə keçdilər. Bir variantı. Ərzaq sapalağı tətbiq olunmuşdu. Həm də sizə yazırıq. Pişəvəri başda olmaqla milli hökumət Azər hərəkatına aiddir. D variantı. Milli Azərbaycan qərargahı başlıca məqsəd rəhbər vəzifələr Azərbaycanlıların gətirilməsi idi. Y variantını yazırıq. Bəli, Bakı-Batum 30-cu ildə də heç birinə aid deyil. Deməli, 1-ə BC. BC. 2-yə D. 3-ə Y. Sizə təqdim olunmuş mənbəni diqqətlə oxuyun və buradakı məlumatlardan istifadə edərək cavablandırın. 100 illik müharibənin yenidən qızışması ilə əlaqədar olaraq kral yeni vergilər qoyur, kəndlər hiddətlənir. 1381 Tayler üsyanı baş verir. Lakin bir çox üsyançılar Londonda qalır. Bir hissəsi krala inanıb Londonu tərk edir, belə bir şey. Feodallar hiylə ilə xəyanətlə üsyan yatırdılar. Üsyan yatırılsa da güzəştə getməyə məcbur qalırlar. Məsələn, ağır vergilər bir qədər yüngülləşir. 1337, 1453, 100 illik müharibənin gedişində baş vermiş Tayler üsyanı. Tayler. Haqqında bəhs olunan üsyanda kəndlərin irəli sürdüyü 2 dənə tələb. Baxın, 1381 Tayler üsyanında üsyançıların əsas səbəbləri nə idi? Feodal zülmü, amansız qanunlar, vergilərin artırılması və tələblər. Kralla görüş zamanı üsyançılar tərəflər ilə sürür. Məsələn, təhkimçilik və biyar ləğv edilsin. Bu 1. Artıq vergilər azaldılsın. Bu da 2. Təhkimçiliyin və biyarın da ləğvi bu arada. Mənbədə qeyd edilən üsyan nəticəsində kəndlər hansı güzəştləri alır? Ən az 2 güzəşt. Vergilər bir qədər azaldılır. Amansız qanunlar yumuşaldılır.
Kəndlərin təhkimçilikdən azad edilməsi prosesi sürətlənir. Siz burada vergilərin aradan qaldırılmasını götürə bilməzsiniz. Çünki feodal münasibətlər 17-ci əsrə qədər davam edir. Bəli, testin izahın sonu. Dəyərli abituriyentlər, sizə qəbul imtahanında bol şans, uğurlar. İnşallah ki, oxşar suallarla rastlaşarsınız və bugün verdiyimiz izahın da sizə bir faydası toxunar. Suallar haqqında nə problem olsa, hər hansı bir fikriniz olsa, rəy verməsində gözləyirik. Uğurlar.